Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli kardeşlerimiz, analarımız, bacılarımız, Ramazan payı vermeye devam edirik. Yani Tülü kəndində bu ailənin vəzisi doğrudan acınacaqlıdır. Allah üçün sizdən xahiş edirəm. Ərzağınızı, yardımınızı mən əlaqə saxlayın, bu əlavə olaraq da ailəyə verə bilək. Deməli, ət yoxdur deyənlər, əlhamdülillah, ət də var. Bacıranı alırıq bizə. Nə gəlirsə biz də onu eləməyə çalışırıq. Sən buradan götür bunu. Bismillah. Biraz göster. Ramazan payı. İçerisinde elhamdülillah her şey var. Ya Allah. Bu ailede La ilahe illallah Allahu Ekber. Deməli, qardaşlar, bacılar. Burada 4 nəfərlik ailə yaşayır. Bacıdır, yoldaşıdır, 2 tane köhnə balası var. Evin də istəməz sadəcə odunlandır. Təəssüf ki, imkanları olmadığı üçün qazan istifadə edə bilmirlər. Gəl qardaş, bax bu ailəyə bax, gördüyünüz kimi. Hər birinizdən dəstək gözləyirəm ən azından. Bu ailəyə ərzaq yardımı ola bilər, odun yardımı ola bilər. İnşallah ki, nə bacarsa xalça verə bilərsiniz inşallah. Baxın gözlərimə baxın. Nə maçelim burada? Ay maşallah. Neydi adı? Göyçə. Ha? Maçelim burada. Maşallah. Maşallah kızım ha. Maşallah. Güzeldir balaca. Arkayı göster. Bak bir tane bu otartı kardeş. Yok. Bura yer beton üstünden linoleumdur. Odun peçi yandırırlar. İnşallah. Bacı burada da içinde tüm videoları biz göstermişiz. Ha, amin. Çok videoları göstermişiz inşallah. İçinde her bir şey var. Ne lazımsa tomatı, düyüsü, yağı, büyük çay paçkaları, bir de çörek, bir de et. İnşallah Allah'ın izindən yenə olsa inşallah. Deməli, analar, bacılar, qardaşlar buradan çıxırlar, soyuq havada yatmağa bura gelirlər. Peç yoxdur bu otaqda. Xahiş edirəm, kimsə peç varsa odun peçi. Çünki qazdan istifadə edə bilmirlər. Odun peçi varsa bir əlaqə saxlayın, bizdən gətirib odun peçini qoyaq. Bir də xahiş edirəm, evdə Göyçə ilə uşağına nədir olan? Ümid balamızın birinin neçə yaşı var? 3 oğlanın? 8. 3 və 8 yaşı var onun. Yəni balaca qalıb, can dedə. 3 və 8 yaşlı balalarımız üçün, qız və oğlan üçün kimdə paltar varsa xahiş edirəm. Amma belə ikinci əl ola bilər, amma yaxşı vəziyyətdə. Daha bir ikinci əl deyib tullamağa yer tapmıram. Ya mən kiməsə verim olmasa xahiş edirəm Allah üçün. Kimdə paltar varsa buyura bilərsiniz. Kart da səhifəmizə qeyd olun. TikTok səhifəsinə gidin. Kartımız oradadır və WhatsApp sitəsində bizim mütəmməli olaraq paylaşırıq. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.